Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah aziz kardeş ve bazılarımız. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Gəlib çatdı bu yere ki, özündən nifrin eləyən bir şəxsi Allah Teala orada da öldürdü. Nəyə görə? Etiraz edir Peyğəmbərə və bu etirazına görə də Allah'tan ölüm istədirdi. Əgər haqdırsa Peyğəmbər, mənə ölüm olsun, özünə ölüm arzudur. Və Allah da onu o cür dərdli bir şəkildə öldürdü. Cemaat da bunu gördü. Cemaat bunu görəndən sonra artıq bu ayənin İnnəllaha la yehdil qavmel kafirin ayənin ardını cemaatın özü başa düşdü orada. Orada bildilər ki, bu uşaq oyuncağı deyil. Bundan zarafat eləmək olmaz. Bu Allah'ın sünnətidir və bu sünnət mütləq bir şəkildə həyata keçəcək. Bu mütləq bir şəkildə həyata keçməlidir. Qutardı getdi. Bəs Peyğəmbərin özü və özündən sonra bütün vəsiləri ki, Əli əleyhissalam başda olmaqla və 11 dənə imam övladları, 12 dənə imam, hamısı Allah tərəfindən bir-birinin ardıca nəsbi formada. Nəinki səs verəsən, seçəsən, qoyasan prezident ya bəzi məsələn nazirlər kimi. Xeyr, nəsbi formada. Yəni Allah tərəfindən seçilmiş bir formada bir-birinin ardıca cemaatın üstündə vəlidirlər, hakimdirlər, hökmranlıq eləməlidirlər. Bu Allah'ın sünnəti və məşiyyətidir. Onun üçün Allah Teala oradakı möminlər təbii ki, onlar iki hissəyə bölünmüşlər. Amma hamısı bir yerdədirlər. Möminlər və kafirlər. Kafirlər öz payını alandan sonra qalanları sakit qaldı. Möminlər sevindilər. Həddəri hudduları yox edir sevinclərin. Həzrəti Əli əleyhissalama təbrik edirlər, təbrik edirik, ya Əli, təbrik edirik, ya Əli. Allah Taala'nın Peyğəmbəri əmr elədi ki, gərək bunlar beyət eləsinlər. Beyət də nə? Beyət yəni səs versinlər. Hətta o yerə gəlib çatdı ki, bir dənə yekə, bir dənə teşdə su tökdülər, teşdi doldurdular. Xanımlar naməhrəmdilər də Əli əleyhissalama möminlər əl verib, kişilər əl verib görüşürdü, səs verirdilər, gedirdilər, rəy verirdilər, beyyət edirdilər. Amma xanımlar isə çünki naməhrəmdilər, teştin bu başından Həzrəti Əmir əl-Müminin öz mübarək əlini suya salmışdı. Qadınlar sıra ilə keçirdilər, üzləri bağlı. Həzrəti Əmir əl-Müminə beyyət elə-elə əllərini suya salıb beyyət elə-elə gedirdilər. Bu minvalla hamısı beyyət elədilər. Birinci xəlifə, ikinci xəlifə. Hamısı beyyət elədilər. Amma bu beyyət o yerə gəlib çatdı ki, bu iş Peyğəmbərimizin Qədir Xumu ilə ta dünyada köçməsi arasında dedik ki, 70 gün fasilə var. Düşmən yenə də öz bildiyini elədi. Və orada möminlər arasında çaxnaşma saldı, nifaq saldı, parçala, hökm et, divizini həyata keçirdilər. Assalamu aleykum və rəhmətullah.